Xaricdə işə düzəltmə adı altında dələduzluq törədənlərin sayı da artıb. Dələduzlar vətəndaşdan pul tələb edərək onları iş vizası alacaqlarına, müqavilə bağlanacağına inandırırlar. Hətta bəziləri tanınmış şirkətlərin adından belə istifadə edirlər. Bəs vətəndaşlar aldanmamaq üçün nə etməlidir? Ümumiyyətlə, xaricdə iş tapmağın, karyera qurmağın ən yaxşı yolu nədir? Ətraflı sujetdə. Maaş yüksək, görüləcək iş isə rahat. Xarici ölkələrdə belə cəlbedici iş elanlarına sosial şəbəkələrdə tez-tez rast gəlirik. Həm də sizdən bu işdə çalışmaq üçün yüksək ixtisas tələb olunmur. Bu elanların çoxunun arxasında isə dələduzlar dayanır. Əmək hüquqları üzrə mütəxəssis Nüsrət Xəlilov deyir ki, vətəndaş qurbana çevrilməmək üçün ilk olaraq öz potensialını bilməli, getmək istədiyi və ya gedəcəyi ölkəni araşdırmalıdır. Çünki hər bir ölkənin əcnəbilərlə bağlı siyasəti fərqlidir. Hansı o agentlik vasitəsilə, vasitəçi tərəfindən işə düzələcəksənsə, onu araşdırmaq lazımdır. İnternet əlimizin altında da biz araşdıra bilərik və yaxud da ki, həmin ölkədə yaşayan Azərbaycan vətəndaşlarına əlaqə saxlaya bilərik. Sosial media hesabları üzərindən daha öncə həmin şirkətin xidmətlərindən istifadə edən olubmu, nə qədər effektiv olub bu xidmətlər, bunları araşdırmamız lazımdır. Ekspert bildirir ki, müraciət edən şəxs şirkətin rəsmi qeydiyyatda olub-olmadığını da mütləq öyrənməlidir. Bəs dələduzluq halları ilə üzləşmədən xaricdə karyera qurmağın ən yaxşı yolu nədir? Tutaq ki, xaricdə təhsil alsanız, xaricdə təhsil aldıqdan sonra bir xaricdə yaşamağın özü bir təcrübədir də. Bu təcrübəyə sahib olursunuz və əlbəttə ki, daha rahat iş imkanlarını da araşdırıb baxa bilərsiniz. Və yaxud da ki, outsource iş imkanları var ki, yəni burada olaraq siz müəyyən işlər orada keçirə bilərsiniz, xidmət formasında yerinə yetirə bilərsiniz və onun qarşılığında gəlir əldə edə bilərsiniz. Və yaxud da ki, orada bir imkanın varsa ki, orada yəni yaxın tanış, qohum, bir hansısa bir tanışın varsa, o müəyyən qədər sənə vasitəçilik eləsə daha real ola bilər ki, yəni aldadılma ehtimalı da olmasın. Xəbərdarlıqlara baxmayaraq hələ də dələduzluq halları ilə qarşılaşan insanlar var və bu vəziyyət davam edir. Belə halla qarşılaşdıqda vətəndaş nə etməlidir? Bu cür şirkətlərə ödədiyi pulu geri ala bilərmi? Əgər vətəndaş hər hansı bir dələduzluq halı ilə rastlaşıbdırsa və onun pulunu aldatma və yaxud da etibardan sui-istifadə etmə nəticəsində ələ keçiriblərsə, bir mənalı olaraq hüquq mühafizə orqanlarına müraciət etməli, şikayət etməli və həmin məbləğin qaytarılmasına kömək etməlidir. Pul verəndə müqavilə imzalamaq və yaxud da çek almaq vacibdir. Ancaq bunlar olmasa da belə hüquq mühafizə orqanları həmin pulun verildiyini, verilmə şəraitini tamamilə aydınlaşdıra bilər. Dələduzlar əksər hallarda yüksək ixtisaslı olmayan, bir qədər məlumatsız şəxsləri hədəf seçirlər. Kanada, Polşa, Almaniya, Hollandiya kimi ölkələrdə tanınmış şirkətlərin zavodlarında yüksək maaşla fəhlə, usta işi təklif edirlər. Onlardan işçi vizasının alınması adı ilə pul və sənədlər tələb olunur. Bundan sonra isə həmin şəxsləri tapmaq mümkün olmur. Bundan əlavə, şəxsi sənədlərini başqalarına vermək həm də vətəndaşların adından digər dələduzluq əməllərinin törədilməsinə də imkan yarada bilər. Buna görə də hüquq mühafizə orqanları vətəndaşlara xəbərdarlıq edərək bu cür şirnikləndirici elanlara aldanmamağa çağırır. Yalçın Əmirzadə, Şəkərnaz Şəhəliyeva, Vəfa Şəhlai, İqtisadi Zona.